Bir də vaxtınız xeyir olsun dəyərli futbol severlər. Xəzər Liqasındayıq. Günün son maçı Mərdəkan və Comeback arasında baş tutur. ETRS tanış edək. Mərdəkan komandasında qapıda Vüqar Həsənov, ETT qapıcı Tural Nəcəfovdur. Tabi ETT qapıcı Emin Əkbərov, 4 Uğur Məmmədov, 5 komandanın kapitanı Cavid Babayev, 6 Elmar Əliyev, 7 Eşanal Məmmədov, 8 Salih Rəsulov, 9 Cavad Qarayev, 10 Atabala Turabov, 11 Tural İskəndərov, 12 Ervin Şirini, 13 Aleksandr Saşamityev, 14 Şəhriyar Zamanov və 15 Camal Əliyevdir. İndi isə Comeback niyyətini sizə təqdim edək. Qapıda Cəbral Hüseynli, 7 komandanın kapitanı Nadir Əliyevdir, 21 Adil Əliyev, 9 Şamil Əliyev, 10 Rauf Kərimov, 4 Əhməd Əhmədzadə, 8 Zəki Hüseynov, 11 Hüseyin Maylov, 19 Ələn Fəzadə, 15 Xəyal Kərimli, 15 199 Ömər Xəlilov, 22 Anar Qarayev, 88 İslam Səfərli və 6 Ramil Rızayevdir. Yaşıl gemdə çıxış edir Comeback komandası, rəqibi Mərdəkan isə qırmızılı qaralı gemdə və qalib tərəf bugün öz qrupunu lider kimi bitirəcək. Onun üçün də çox əhəmiyyətli bir maçdır iki komanda üçün. Ona görə ki, digər qrupun 4-cüsü ilə 8-də 1-də play-off oynayacaq. Ona görə də bu oyunda temp və dinamika mütləq yaxşı olacaq. Şəhriyar Zamanov indi topladı. Bakalım. Alməmmədov, Aleksandr Saşamityev. Hansı qrupdur bu komandaların oyunu? C qrupu. C qrupu. Metyev. Evet, can seçebilirsin. Oğlum. Küncən zərbə. Kimlə kim oynuyor? Mərdəkan və Comeback duelini izləyirik. C qrupunun vahid lideri kim olacaq? Bu oyundan sonra məlum olacaq. Şəhriyar Zamanov topladı. Qalkiferlə oynuyor və təhlükəli zonada səhv faciə ilə çevirə bilərdi. Hər şey yaxşı qurtardı. Alməmmədov. Yavaş yavaş. Elvin Şirinli. Uğur Məmmədov. Mehdiyev. Elvin Şirinli. Uğur Məmmədov. Topları yandan silkələyir. Dostlar, canıyamızı bir dənə maksimum bəyənək. Çox yox. Ancaq bəyənə ehtiyac var. Elvin Şirinli. Zamanında top şatmada Əni Fəzadə toxunur. Out Mərdəkan. Suraj Əsgərov yanımıza xoş gəldiniz. Türklər Voleybol Liqasında Kidolun kapitanı. Üzrən baş məşqçisi. Şirinli. Uğur Məmmədov. Şəhriyar Zamanov. Və ki, qarşılaşmada qol yoxdur. Hesab 0-0. Aksiyon Dubai. Yeni gələnlər xoş gəldiniz. Hüseyin Maylov topladı. Qalkifer topu oyuna daxiləyəcək. Rauf Kərimov. Bizdə. Şağan Asfar Arenada Xəzər Liqasında yenidən hər birinizi salamlayırıq. Və küncdən zərbə. Mərdəkan və Comeback oyununda hesab 0-0. Bundan sonra oyun var mı? Yox. Günün son maçı da təəssüf ki. Şəhriyar Zamanov. Mehdiyev. Alməmmədov. Ələn Fəzadə. Yine Ələn Fəzadə. Alməmmədov. Hüseyin Maylov ona qarşı mübarizə aparır. Uğur arxandadır. Yaxşı. Gəl özün, gəl.
Yəni hansı komandalar oynuyor? Aleyküm salam, yeni gelenler hoş geldiniz. Merdekan ve Comeback. Hesap 0-0. Şehriyar Zamanov. Mehdiyev. Elvin Şirinli. Out. Başladım bura, bəli. Mehdiyev. Elvin Şirinli. Evet, out Merdekan. Beğeni sayımız bir tane 10K ile dostlar, maksimum beğenek. Şehriyar. Son olarak top meydançanı Əhməd Əhmədzadədən tərk etdi. Out Merdekan. Şehriyar. Golkiperlərin adları bir tərəfdə Cabrail Hüseynidir, digər tərəfdə isə zənnimcəm yanılmıramsa Vüqar Həsənovdur. Armada nə oldu? Armada yekunda 13-6 hesabı ilə, 13-7 hesabı ilə qalib gəldi və aktivinə inamlı hesabla 3 xal əlavə etdi. Teşekkürler, çok sağ olun. Biz de size teşekkür ederiz. Güneş, hoş geldin. Çok sağ ol beğeni için. Maksimum 10K cəmi beğeni. 10K nedir ki? 85 nəfər bizi izleyen futbol sevdalısı için. Qadı pozisiyona etirazları var, ama Vegan Kərimovun qərarı dəyişməyəcək. Təhlükəli zonadan cərmə zərbəsi yerinə yetirilməlidir. Topun arxasında isə Hənifəzədə. Zaşirinov, hoş geldin. Aleyküm salam. Out. Hesab neçə-neçədir? 0-0. Qrupun liderini bəlli edəcək bir maç. Əhmədzadə. Cəbrail Hüseynim. Qalkiverdə qalır top. Yine Cəbrail. Hənifəzədəyəm. Şəhriyar Zamanov. Mehdiyev. Hənifəzədə qarşılayır. Təhlükəli zərbə Şamil Əliyevdən gəldi. Qalkiferin müdaxiləsi var. İkinciden zərbə. Milan Baku kimlə oynayır? Milan Baku deyil. Merdekan və Comeback. Uğur Məmmədov. Elvin Şirinli. Şun zərbəsi. Cəlmə zərbəsi yerinə yetirir Comeback. Son toxunuş Hüseyin Malovdan gerideyim. Cəbrail. Cəbrail Hüseyinli. Hənifəzədəyəm. Rauf Kərimov. Mehtiyazdan ötürmək Şirinliyə çatdı. Şirinli və Doktor yandan silkəlir. Nadir yoxdur mu? Var. Mehtiyaz kamerada gözləyir. Aleyküm salam Zəki Hüseynov. Yerimizə xoş gəldiniz. Oradadır bura, Xəzər Liqasıdır. Çağan Asparayla da sizləri salamlayırıq. Şirinli,
Daha doğrusu Uğur Məmmədov idi. İndi Şirini topladım. Mehdiyev. Bakıxanovdur mu? Xeyr. Şamil Əliyev. Yeniden top Mərdəkan komandasında. Şəhriyar. Şəhriyar və top qapıdan aralı keçdi. Zərbə müəllifi Şəhriyar Zamanov idi. Ervin Şirinli. Out. Out Mərdəkan. Şəhriyar. Uğur Məmmədov. Ervin Şirinli. Cəbrayıl Hüseyni də qalır top. Hənifə Zədəm. Cəbrayıl. Out. Comeback. Time-out götürür comeback komandası. Qeyd edək ki, Xəzər Liqasının ilk çempionu və ikinci çempionu. Hal-hazırda meydanda mübarizə aparır. İlk sezonun çempionu comeback, ikinci sezonun çempionu isə Mərdəkan. Yalnız indi məlum olacaq 6-cı sezon olmasına baxmayaraq hansı tərəf daha idealıdır. Meydanda isə hər hansı bir qol izləməmişik. Qolsuz bərabərlik, elə də bir kəsərli hücum da olmayıb. Yalnız bir epizodda comeback xatırlayıram ki, hesablaşmaya yaxın idi. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə də can sağlığı versin. Həmçinin də bütün zabit, gizir əskərlərimizi qorusun. Amin. Çəkiliş niyə yerdən çəkilir? Hələ ki, yuxarı skamyada bir balaca texniki problemlər var, ona görə göydən məni yerə indiriblər. Oyundan bitirmələr artıq time-out başa çatdı. İlk sezonun çempionluğunda Mateo da Silva deyir, mən də olmuşam. Həmin sezonda bombardir olmuşam deyir. Yox, Teyub deyil, Mateo da Silva'dır. O Silva görmüyor. Son zərbə Hüseyin Maylovdan. Geridəyik. Teşekkür edirəm Akil. Çox sağ olun. Salam deyir. Braziliyalı legioner Aydın Cəlilovu salamlayır. Mateo da Silva'dan Cəlilova qədər salamlar gəlir. Bir zamanlar Flamengo'nun yetirməsi ardından Real Madrid'in transfer büdcəsinin pulunun çatmadığı bir oyuncu Mateo da Silva. Qəbələdən də bizi salamlayırlar. Əleyk salam. Çox sağ olun. Bizdən də Qəbələyə salamlar var. Uğurlarınız bol olsun. Və təbii ki, möhtəşəm istirahətlər arzulayırıq. Uğur Məmmədov topladım. Məhmədzadə yaxşı oynayır. Hüseyin Maylov. Şamil Əliyev. Elmar topu qazanmaya yaxındır. Elmar Əliyev hələ də topla. Out. Hi, thank for all. Xarici vətəndaşlarımızı da salamlayaq. Növbəti out. Şəhriyar Zamanov. Cəbrayıl topla qaldı. Cəbrayıl Hüseynim. Hənifə Zədəm. Elmar. Şəhriyar Zamanov. Mehdiyev. Hənifə Zədə qarşılayır. Şamil Əliyev. Şamil. Hüseyin Maylov. Yenə Şamil. Top yenə Mərdəkanda.
Şeryar. Elvin Şirinli. Elmar. Son zərbə Mehdiyevdən top qapının üstündən keçdi. Gel gel çok arkasını izleme. Orta baksana bak baksana. Bak ortaya bak sen bakma. Tek sen gel. Gel önde gel Uğur gel. Şeryar Zamanov. Hemen arkaya bakın. Sen solda şu geç lan. Heykeli de tutun. Qarışverdə oynayır. Hesab 0-0. Və Məhəmməd Əhmədzadə, Aleksandr Saşametyev və qarşı qaydanı pozdu. Cərmə zərbəsi. Biraz sola gel sola. Sol. Sola gel. Ali sol. Biraz sola. Çok al Meral. Vurma. Sır sır sır. Ahmet geri. Növbəti out. Comeback. Gel daha. Xəyal. Nadir Əliyev. Və toplara daxil olur. Nadir Əliyev hesabı açdı. Bu dueldə Nadir Əliyev hesabı açdı. Comeback 1, Mərdəkan 0. Mükəmməl bir gol Nadir Əliyevin timsalında comeback'in kapitanı hesabı açdı. Şəryar. Elmar. Elmar Əliyev. Girme girme. Girme. Ben yerim boşaldır orada. Out. Bizde değil Allah şahit. Hadi hadi. Bizde değil. Gel. Elvin Şirinli. Uğur Məmmədov. Şəryar. Əhməd Əhmədzadə. Elmar Əliyevə gəlir top. Elmar. Koyma. Şirinli. Xəyal qarşıladı. Əhmədzadə. Yenə Xəyal. Ötürmədə səhv. Elmar. Out. Out Mərdəkan. Yəni Fəzadə çox yaxşı oynadı. Ahmet Selim. Şimdi burada. Gün zərbəsi Mərdəkan. Sağ şey bak. Çek hadi. Vur. Hasan, Elvin orta, Elvin orta. Yəni Fəzadəyəm. Can Gürsenli. Şəryar Zamanov. Qalkiper topanə daxil edəcək. Geç, sen geç. Aleykümselam. Yayınımıza xoş gəldiniz Zəfər Hüseynov. Hesab Mərdəkan 0, comeback 1. Elvin Şirinli. Uğur. Elfəzədə qarşılayır. Hüseyin Malov. Can Gürsenli. Qalkiper topanə daxil edəcək. Nadir Əliyev. Ay birliği. Out. Aleksandr Saşametyev, tabir out. Mərdəkan. Aleykümselam Firdos İbrahimov. Yeni gəlinlər, xoş gəldiniz. BFL, xoş gəldiniz. Elmar. Şirinli. Hüseyin Malov.
Yaxşı, gəl. Top Mərdəkan komandasında. Koyma onlara. Kullanma. Şirinim. Uğur Məmmədov. Elvin Şirinim. Qayda pozuntusuna etirazlar var və elə hakim də bu faulu qeydə aldı. Gəlmə zərbəsi. Networker Alex, salam yeni gələnlər, xoş gəldiniz. Bəli, vacib bir məlumat sizlərin nəzərinizə çatdıraq. İspaniyadan gələn akademiya, Evsam Sport Akademiyası Bakıda olacaq. Ətraflı məlumat məsələ səhifədə sabitlənən nömrədə qeyd olunub və artıq övladlarınızın gələcəyini İspaniyanın 4 klubundan birində görmək imkanı yaranıb, həm də buradan ora getmədən. Şərtlər isə çox basitdir. Elə o nömrə ilə əlaqə saxlayın, sizlərə bütün məlumatları çatdıracaq. 21 yaşa qədər övladlarınız Levante, Sevilla, Villarreal və Valensiyanın nəzdində artıq mübarizə apara bilər. Qal ki, ötə boyun vaxtlayacaq. Verim o burada. Salama. 4. Oyna. Hərəkət elə. Xəyal. Ənfəzədəyəm. Hüseyin Malov. Gəlin. Şirinim, Mehdiyə və Cəbral yaxşı oynayır. Təkrar epizod olacaq amma Elmar Ənfəzədədən qayıtdı. Yenə Ənfəzədə. Nadir Əliyev. Dalni. İkinci zərbəsi. Təşəkkürlər Premier Lig Azərbaycan. Çox sağ olun. Uğurlarınız bol olsun. Birə-bir, ona bax. İsə Uğur Məmmədovun zərbəsi idi, qeyri dəqiq. Qabağın boşdur. Sağ. Bırak. Kim var orada? Ali dəqiq biraz. Oyun haradadır? Xəzər Liqasıda Şahan Aspar Arena. Uğur. Mehdiyev. Akifir oynuyor. Elmar. Nadir Əliyev. Şəhər Zamanovda qaldı top. Zamanovdan ötürmə. Elvin Şirinim. Vaxtında oxudu epizodu Ənfəzədə. Hüseyin Malov. Çatacaq mı? Çatı topu da meydanda saxlayıram araya rəqib üçün. Yenə Malov. Xəyal. Cəbrail. Ənfəzədəyəm. Hüseyin Malov. Nadir Əliyev. Cəbrail Seni. Malov. Top Elvin Şirinli'də. Hesabı sizə xatırladıq. Mərdəkan 0, comeback 1. MTV'li fərqləməyə yaxın idi. Sonra top direkdən meydançanı tərk etdi. Nadir Əliyev. Malov. Elmar Əliyev. Şəhriyar. Uğur Məmmədov. Out. Mərdəkan. Şəhriyar Zamanov. Out. Bu dəfə comeback. Xəyal.
Çok güzel zərbə indirmişdi Xəyal, amma qalkiper Deni gözəliyle də topu ram edə bildi. Nadir Əliyev. Yine Xəyal. Nadir və top qapının üstündən keçdi. Dubulunu rəsmiləşdirmək çox yaxın idi Nadir Əliyev. Bu isə ilk hissənin son epizodu idi. Comeback 1, Mərdəkan 0.